bu kitabda mənim igidim yer alıb. İstəyərdim ki, Sevda anamızın icazəsi ilə onun mənə nağıl elədiyi, mənim də qələmə alıb kitabıma köçürdüyüm qısaca ömür yoluna səyahət eləyək qəhrəmanımın. Sevda ana dedi ki, 2 oğlum vardı. Elgün evimizin son beşiği idi. 16 may 1991-ci ildə Laçında anadan olmuşdu. Çox dəcəl idi. Bir yerdə dayana bilmirdi. Ancaq zamanla böyüdükcə olgunlaşdı. Yaşından böyük düşüncələrə sahib oldu. Bir ağsaqqal duruşu vardı onda. Məsləhət yerimiz idi. Evimizin balacası olsa da hamının güvənini qazanmışdı. Bir iş görəndə mütləq onun fikirlərinə önəm verərdik. Uzaq görən uşaq idi. Verdiyi məsləhətdə bizi heç vaxt yanıltmazdı. Orta məktəbdə əlaçı olmasa da nizam intizamı ilə müəllimlərin sevimlisi olub. Məktəbi bitirdikdən sonra hərbi xidmətə yola düşdü. Xidmətini layiqincə başa vurub qayıtsa da hərbiçi olmaq istəyi ürəyindən əl çəkmədi. Xidməti bitirdikdən 2 il sonra hərbi kursa yazıldı. Kursu müvəffəqiyyətlə başa vuraraq hərbiçi işləməyə başladı. 7 il idi ki, vətənə qüsursuz xidmət edirdi. Bu illər ərzində toyunu etmişdik. Bir gözəl qız balası da dünyaya gəlmişdi. Nəzrin qoymuşdu adını. Nəzrin hamımızın sevinci olmuşdu. Elgin ailəsinə bağlı, övladına bağlı biri idi. Onları xoşbəxt görəndə bizim də qəlbimiz dağa dönürdü. Xoş günlərinə sevinirdik. 2020-ci ilin 10 noyabr tarixi həyatımızı alt-üst elədi. Bütün sevincimiz yarıda qaldı. 44 günlük vətən müharibəsi Elginimizi ayırdı bizdən. Onun qəhrəmanlığının göstəricisi olaraq evimizə vətən uğrunda, şücaətə görə, Füzulinin azad olunmasına görə, Cəbrailin azad olunmasına görə, Şuşanın azad olunmasına görə Azərbaycan ordusunun 100 illiyi yubiley medalları göndərilib. Düzdür. Heç bir medal balamın yerini verməsə də, o medallar balamın əziyyətidir. Ondan bizə qalan hər şey əzizdir. Və bir şey söyləmişdim. Sənsiz gələn hər günün çiyinlərində yükdür. Bu amansız ayrılıq mənim evimdir. Sən ki qalib olmuşdun, bitmişdi müharibə. Bəs qayıdıb evinə geri dönmədin, niyə? Biz sevinclə kədəri eyni anda yaşadıq. Şəhid olduğun gündən həsrətini daşıdıq. Dinləmədi göz yaşımız. Məzarını görəndə hər gün mən də yox olurdum. Orada öldüm səninlə. Gəl Elginim, gəl bala, gəl ürəyim sevinsin. Son qoyaq bu həsrətə, gözümün yaşı dinsin. Son qoyaq bu həsrətə, gözümün yaşı dinsin. Qəhrəman şəhidimizin dəyişməyən mövludu mübarək olsun.